Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacam bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedixananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda Görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz? Perşembe pazar Xəzərköy'də efirə qayıdır Komedixana. Gülməli məzəli səhnələrlə sizə gülüş verir Komedixana. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Burada var bol yumor, bol əyləncələr. Edirik hər şeyin ən gözəlini. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda Komedixana. Abşeron Ticarət Mərkəzi 1500-dən çox mağaza ilə alıcılara minlərlə çeşiddə məhsul təqdim edir. Üstəlik, bütün mağazaların qarşısında limitsiz və ödənişsiz parklanma yerləri mövcuddur. Buradakı məhsulların hamısı yüksək keyfiyyətli və zəmanətlidir. Qiymətlər isə olduqca münasibdir. Sərfəli, keyfiyyətli alış-veriş üçün yolunuzu Abşeron Ticarət Mərkəzinə salın. Ünvan Lökbatan, Xocəsən yolu 57, əlaqə Ulduz 67 67. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əliboş nəvə yanına gedərlər. Ay qız, əliboş nöş gedirik. Hə. Buna bax. Nədir Gör o? nəvəmi üçün nə yaparram. Piredo bezi. Hələ buna bax. Piredonun nəm salfetləri. Piredonun maye sabunları. Başın işləyir sənin. Gene dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri, Yaxşı deyil. Sonra danışarıq. Valla girmir beynimə də. Bax, buradan öyrənilən buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə Nə gətirmişsən? gətirmiş? Biz onun yeni soyuq kofeleri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsınlar istəyir? Mənə latte. Mənə Sənə cappuccino. latte. Birini ver Şirini mənə. azdı, cappuccino sən xoşdursan şirini. Güzər xanım sizin alsın. Təşəkkür, Baxın, bax, təşəkkür. yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin zövq alın. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumerang da elə də. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Xüsusi sponsorumuz qardaşlar Mebel bu dəfə sizin üçün məktəblər, bağçalar və digər təhsil müəssisələri üçün istehsal etdiyi mebelləri təqdim edirik. Bu mebellər rahat, dözümlü və komfortludur. Əldə etmək üçün qardaşlar mebel salonuna yaxınlaşmanız kifayətdir. Ay bala, qaynanan gili qonaq gələcək, yoldadılar. Bazarlığı eləmişim, meyvə şirəsi almaq yadımdan çıxıb. O iş məndə ayana. Bax, almışam. İllərdir dadı dəyişməyən, təbii, ağız dadımıza uyğun natura şirələri və nektarları. Qışda da, yayda da natura şirələrindən gözəl, dadlı nə ola bilər? Hər ağız dadına görə növləri var. Bala, hələ qaynanan gili gəlir, əl-ayağa düşmüsən. Bacın gili gələndə də bu meyvə şirələrindən al gətir də. Bilmirsən, bacın da bu şirələri çox xoşlayır. Bəli, ana. Bəli. Yo, evdə heç yerə getmədi. Hə? Gəlin, yaxşı, evdə gözləyirik. Yaxşı, mama, yaxşı. Yaxşı.
Behbud, Bəli, həyatım. Behbud, anamgil bizə qonaq gəlir. İstəyirsən sən düş aşağı, bir-iki kuruq fırlan, gəlsinlər, getsinlər, sonra qalxarsan evə. Gəlirlər, çox yaxşı. Sənin anan mənim də qaynanamdır. Görsünlər ki, onun biricik kürəkəni necə bir əsərlə məşğuldur. Necə bir əsərin məşqini eləyir. Arı utuş əsəri. Behbud, başa düşürəm, səni arı uçuşunu məşq eləyirsən, amma o arının böyüyü bu evə uçur da indi. Əlindəki o aləti görüb səni iynələməsin. Həyatım, sən heç narahat olma, bilirsən? Mənim qaynanam acı dil olsa da, amma ancaq lakin o məni də çox sevəcək, mənim bu musiqi alətimi də çox sevəcək. Behbud, mənim anam elə sənin əlində bu aləti görür, havalanır da. Səsi düşür başına. Əsəbləşir, sonra gedir xaldeykın qapısını açır. Görür, orada bomboşdur. Lap dəli olur arvad. Düz demirsən. Sən heç düz demirsən Ceyhunə. Sən onu bilirsən ki, bu alət ən güclü əsərlərin nöqtəsini qoyur. Behbud, anamgil gəldi. Heç olmasa məşq eləmədə, xahiş eləyirəm. Sən narahat olma həyatım. O mənim əsərimi də sevəcək, mənim alətimi də. Yaxşı. Sazıçını oxşuyur bu. Xoş gəlmişsiniz. Hacı rəhmətliyin balası gözlə də. Az bir damcı kömək elə, insafın olsun. Belim qırıldı ki, düşmüşsən qabağa, Tom Jerry kimi düşmüşəm dalınca. Gözlə də. Salam qızım. Heç nə olmaz. Az öldüm, mi? Ölməzsən. Tornacı. Bazarlığı mən eləmişəmsə, sənin də canın çıxsın daşı. Baş. Bir işə yarı. Baş. Vay! Salam aleyküm. Yıxılan evin direği evdeymiş. Yo, o yıkılan evin direğidir. Hayatımıza giren pazdır. Girip oturup ömrümüzde. Xoş gəlirsən, mənim biricik həyat yoldaşım. İlk məhəbbətimi dünyaya gətirən Gülcan xanım və qaynatanız Dadaş müəllim. Xoş gəlmisiniz. Çok sağ ol. Sözü düzüm qoşub danışa bilmir, çartlayıram, hemen çartlayıram. Çartlama. Çartlama, sen bana lazım seneler. Biz de seni hoş gördük. Kızımızı verip ilk peşmanı olduğumuz küreken. Salam aleyküm. Çox sağ olun. Bığına bak, üstüne ketçup vur, yi geçsin. Ata, mən götürüm paketləri, yerləşdirim. Götür kızım, götür. Götür, yer ver elə. Götür. Bəli. Xoş gəlmisiniz. Ötür görüm. Yeter, bir otururam da bir de diyen. Ötür görüm onu. Hadi. Kürəkən evdəsən. Bəs niyə düşüb bizə kömək eləmirsən? Ne kömək eləmirsən? Niyə gəlib sumkanın bir qulpundan yapışmırsan? Niye qulpundan yapmırsan? Niyə? 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 Mən əziyyət çəkib gətirirəm. Niyə gəlib kömək eləmirsən kürəkən? Əziyyət çəkib gətirin, niyə kömək eləmirsən? Mən məmnuniyyətlə gəlib sizə kömək edərdim. Bəli. Amma ancaq lakin Amma ancaq lakin nədir? Amma normal cümlələr qura bilmirsən sən. Amma ancaq lakin. mən bilirsiniz yeni əsər üzərində işləyirəm. Və onun üçün mən evdə məşq edirəm. Vay dedem. Vay dedem vay, əsərə bax. Bir dənə vur onu. Vay! Diyan o. Diyan ay qız, diyan. Diyan. Hə. Burada ürəyin çəkilsin, burada. Tüs burada. Bu belədir də. Bir də görsən 2 saat konsert gedir, bir də axırda vurur çıxır. Amma nöqtəni mən qoyuram. Kimə lazımdır sənin öpdüyün? Amma baxın. Burada. Ay sağ ol. Bana bak. Nəyin üstündə işləyirsən? Son əsərin nədir? Nəyin üstündə Mən işləyirsən? hal-hazırda Arı Uçuşu əsərini, bəli, Korsakovun Arı Uçuşu o qədər gözəl əsərdir. Mən hal-hazırda onu işləyirəm və onun məşqini edirik. Ona görə də mən məşqimi yarımçıq qoyub gələ bilməzdim. Mənə üzürlüsən. Amma ancaq Açı lakin... bildim də.
kefimlə partlayıram ya. Ay qız, davirənim qalxdı, get dərmanımı gətir. Sən bu dərmanlar mədəvi xəstə elədiyi. Çox içmə də. Kefimdən içirəm. Kefindən içir. Keyfimdən içirəm mən. Dözə bilmirəm, mən sən bu ərdi görürəm, dözə bilmirəm. Dözə bilmir. Mən onun əlində o qapaqları görəndə mənim qapağım atır. Mama, yaxşı, əsəbləşmə, dərman gətirəm. Əsəbləşmə. Heç sakitlə. Əsəbləşmə. Gətir dərmanımı. Əsəbləşmə. Çəkil bu yana görüm. Baş üstə. Mənə bax. Sənə deyən yox deyə, get gir marketə, doldur səbəti, Bəli. fırlan gəl kassanın yanında kişi əlvi sal cibə, çıxard ora pul qoy. Bunu səndən istəmirik biz. Əşi istəmirik yox, heç onu gözləyən yoxdur. Gözləmirik də. Gözləmir o, qapaqla nə eləyə bilər o? Hörmətli Gülcan xanım və çox dəyərli Dadaş bəy. Bunu vurub öldürəcəm axırda sən. Bilirsiniz, bizim bu yaxınlarımızda çox möhtəşəm konsertimiz olacaq. Bildik də, bildik də, bildik. Korsakovun arı uçuşu. Səni eşeğe yarısı vursun, canımız dimdəsin. O konsertdə o arı hərrəni fıran səni vuracaq. Amma siz baxın, o qədər gözəl bir əsərdir. Hello. Görmədin? O əsər bir qıra, axırda fısıltını gördün. Fıs. Başını qoyasan ortaya bax belə vurasan. Düz. Heç olmasa biz gələndə düş, əlin qırılmaz ki, üzüyün qaşı düşməz ki. Düş, el otosumkaların bir qulpundan yapış, biz də bilək ki, kimin üçün gətiririk, niyə gətiririk? Bəli, ayoğu, sən bilirsən ki, səni də, məni də dolandıran bu sələmçi Gülcahandır. Mənəm. Budur, bu sələm verməsə bizim nəsil batdı. Batdı. Bunu qorumaq lazımdır. Düz yerdə Behbud. Yazıq anam bütün şəhərə sələm verir, sonra da nə zülümlərlə o borcları yığır. Şu zülüm nədir? Zülüm nədir? Ölür burada. Ölürəm. Elə bilirsən sələmi avratla almaq hasaddır. Yox, əlbəttə. Şimdi görürsən deyir vermirəm. Deyir iki gedirəm verirəm polisə. Qanunsuz iş görürsən. Ay bala görürsən ki əsəbidir. Onsuz da bu cəmaatla əsəbləşirlər. Yığışdır bu qazan qapaqlarında bu gələndə. Bilirsiniz, mən gəlib əslində sizə kömək edərdim. Nə kömək edir? Ancaq lakin. Ancaq lakin girsə səni gözümə. Ancaq lakin mən o səbətləri götürərkən mənim əlim kəsilə bilərdi. O anda axı bu alətlə mən o əsəri necə ifadə edə Görmən bilərdim? sənə deyirəm oğul bala. Necə mən orada baxın. Bildim, Siz bu səsdəki ahəngə baxın bir. Ahəngə baxın Elə bir. bir ləyən düşdü başıma yuxarıdan. Avala o qədər gözəl alətlərimiz var. Bax qulaq as. Dədön səni nə deyib qoyub bu alətə? Bu qoyanda nə deyib? Demədim bala hara gedirəm. Gül kimi klarnet var. Getirdin. Bir daha baladan üstadın başını. Deri veri, 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 deri veri. Bak bak. Dik. Gördün? Bir dənə yüzlüyü qatladılar, düşdülər klarnete. Gül kimi qarmon. Ya bilirsiniz necədir? Mən də istəyərdim ki... Gördün? Bürmələdilər, dürtdülər qarmonun içinə. Bildin. Bura hara dürtək olayım? Göstər görüm hara dürtüm. Bax, pıl əlimdə dayanmışam, hara dürtüm? Bilirsiniz, mənim əslində toylara dəvət edirlər. Ancaq lakin... Ancaq lakin öldürsün səni. Nə kimi? Nə kimi? Nə kimi? Nə kimi? Əslində məni nağara salan kimi istəyirdilər. Mən getmədim. Bəli, mən getmədim. Mən bunu sata bilmərəm sənətimi. Mən sənətimi sevirəm. Baxın, ahəngə baxın. Sənə bir şey deyim Kürəkən. Sən toylara bu ilə ancaq aş verməyə gedərsən. Ya da onun içində pomidor yumurta pişir, sat geçsin. Yox, başa düşdük. Atamın anamın arzusu olub ki, səni musiqiyə qoysunlar. Bəli. Bunun kamansası var, tar var, nağarası var. Get də. Get, Aşıq Əli. Aşıq Əli. Gül kimi gedib də saza. Bəli. Bir qoluna vurub sazı, bir qoluna vurub Samirəni. Qaz vurub qazan doldurur. Şamaxıdan çıxır, Özbəkistandan girir. Bəli. Özbəkistandan girir, Qobustandan çıxır. Bəli. Cıngır dolanırlar da. Düz. Sən nə inirsən? Tıs! Hə? Tıs! Hələ bunun bir dənə dostu var yanında. Hansı? Bir dənə orkestrdə biri də var özünü oxşamış. Öz tayı. Belə bax, beləncəyə bir dənə üç bucaq bir şeydir. Tutub əlində, gözləyir. Mahnı gedir, döndürür. Zın!
Püs! Püs! Bilirsiniz, əslində biz bu yaxınlarda Bəli. Çexiyada olduq. Ne güzel, danış görüm ne qalıyorsun. Ya. Və biz orada çox gözəl əsərlər nümayiş etdirdik. Və mən orada bir əsər nümayiş etdirdim. Bəli. Başı bəlalı, qarabaş, qarışqa. O qədər gözəl, həssas bir əsər idi ki, və orada hətta mənim bax, sonda mən orada 2 dəfə bunu bellədim. Bir tane şeye göre gitmiştin o boyda yollayın. Bu boyda yolu gedim 2 dəfə buna görə. Telefona yazıb orada verə bilmirdilər. Ha, sana ihtiyaç var idi orada. Nə gətirdin, nə qazandın? Bax, Çexiyadan o 2 dənə Mənə, qızla nə bilirsiniz, gətirdin? hətta bizim dirigör mənə əlavə qonorar yazdı. Maşallah maşallah. Qonorar, bəli, 34 manat. Xərcləyib tutara bilməzsən sən onu qızı. Sen o yığıp yığıştıra bilmezsen. Neynədin onu? Xalq gedir Çexiyadan lüstr gətirir. Bəli. Krustal gətirir. Gəlib 2 dənə tutsa 34 manat gətirir. Mən gözəl həyat yoldaşımla biz getdik, hərəmizə bir dənə salat aldıq yedik. Ama hardan gelsen Çexiyadan. Ne kazanmışsan 2 tane salat. Mənim soyduzum boşala bilər. Bəli. Amma mən bu musiqi aləti ilə qidalanıram. Mənim qidam budur. Bununla gidarlanırsan. Bəli. Bununla gidarlanırsan. Az dur ayağa çınkarları yığıştır. Sən qidalanırsan, bu qidalana bilmir. Sen görüm o elindeki o şey var ha ne o? Saz iti, saz. Oyla görüm necə gidarlanırsan. Dur get yaz. Ay ata, hara aparırsan? Soyducuda 2 dənə yumurta var, biri də çartdaqdır. Çartak o deri tartak var buradadır. Sen bakmamsan gör tartak hardadır evdə. Mənim həyat yoldaşım Ceyhuna xanım, heç nədən narahat olmayın. Şükür bu günə. Bizim soyucuda hər şeyimiz var. Neyimiz? Yumurtadan əlavə para limonumuz var. Çuğundurumuz var. Vay vay vay. Zoğal mürəbbəmiz var. Buzlu gözdə quyruğumuz var. Əsas quyruqdur. Hamının soyducusunda olan amma heç vaxt işlənməyən şeylər. Məni xahiş edirəm, bu əsərlərlə yaşayıram. Qurban olum. Mən bu əsərləri yaşadıram, əsərləri sən məni yaşadın. Əşi sen özün yaşa belə bir. Qızımı yaşat. Qızımı Sən yaşat. canım bir şey soruşur. Bu yatanda bunları çıxardır əlindən. Bu yay biz ağzaqanat dərmanda pul vermədik. Harada ağzaqanat var? Nə verir? Bu ancaq ona yarayır. Ağzaqana da yarayır. Çox şey yarır. Sonra ne? Ağzaqanat doldururuq, Bəli. xəmiri rahat belə gündəliyirik. Hala. Ben nə olmalıdır? Hadi heç ne bundan artıq ne olmalı? Bundan artıq ne olmalı? Mənə bak. Mənə bak. Biz Sarı onda yerə bilirik. soxun boyuvu sənin. Kişi tapdı getməyə. Hay qız. Gel yığıştıra çak edək. Görək bunlar burada nə ilə dolanacaq, nə yeyəcəklər, nə içəcəklər. Mən başa düşmədim qaynana. Siz məni bəyənmirsiniz. Xeyr. Niyə? Mən oturub durub elə qızım uşaq olandan arzu eləyirdim ki, mənim qızımın qabağına bax belə əlində 2 dənə belə tarelka olan bir adam çıxsın. Maraqlandım da qızı verəndə dedilər maraqlan, gör kimə gedir, kimə verirsən qızı. Ay. Maraqlandım. Bəli. Dedilər ki, tarelka vurur. Dedim kişi biznesmendir. Çindən tarelka vurur, yəqin gətirir. İş adamıdır. Qaz vurub qazan doldurur. Mən nə bilim tarelka bu alətdir. Ata verənlər maraqlanaydın da. Bəlkə uçan boşqabı idmiş bu. İna falan etiyandı nədir ondan emin. Amma siz bir baxın. Ela. Halal olsun. Bana değil. Siz baxın. Əgər bu olmasa o mahnı qutara bilmir. Ne fer yani? Sus tutarmır. Ama bu onu qurtarır. Bu. Bəli. Ey tövbe eğer o ne söyleyirse orada. İş düşün. Ne diyorsun? Ne? Alo. Bəli, salam aleyküm. Bəli. Hara gələk? Bölmeye gələk. Niye baş üstə? Gücan, reis çıqbıdır gəlin bölmeye. Kim şikayət edir? Yasemen. Niyə? 30 bin selam vermemiştin. Yasemen gedib şikayet edip ki selamı qaytara bilmirəm. Rüşvətxorluqla deyir məşğuldular onlar. Çağırır bölmeye. Yox mən bəyəm Yasəmənə zorla pulu vermişəm. Gedib evində stolun üstünə pul qoymuşam. Gəlib yalvarıb yaxarbalıb, indi niyə şikayət eləyir? Sənə qurban olum. Dedim ki faizin çox verirsən də. Biraz aşağı al. Qan içmək olar amma xırda. Damcı. Bu dedi yox şılankı dir ağzıma. Dur gedək cavab vermək lazım. Dur getdik.
Oturduğum yerdə bəlaya düşdüm. İndi aldığımı da heç nə. Gəl gör. Gəl götürüm. Mənə bax dəmir Mən zümrüdündən xəbər baxayım. eləyərsiniz də nəsə oldu. Gözün görünmə məsələ. Məndə bir şey varsa mən də gələ bilərəm. Ki sən kimə lazımsan? Orada o keçmir. Yox, yəni gəlib rəis edərim ki, yəni mən tanınmış musiqiçiyəm və mənim əsərlərdə mən Nəysə mənim başım xarab oldu. Gördün sən dedim də mamam gilə əsəbləşəcək. Amma sən onu da gördün, Ceyhunə. Nəyi? Ev yox, qoy mən bu alətimlə pul qazanım. Qarğışla pul qazanmaqlansa, tamaşaçıların, izləyicilərin alqışı ilə pul qazanım. Predo'nun tuman bezlərinin istifadəsi çox sadədir. Rahat geyinilir, belə tam oturur. İstifadədən sonra hər iki tərəfdən asan aç, qatla və at. Analar gülsün, balalar xoşbəxt böyüsün. Xüsusi sponsorumuz Roska. Roska ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Roska olacağına əminik. Roska, indi yalnız halal. Bu nədir? Chico'nun qara ildırım tumları. Chico'nun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Chico'nun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekor'dan. Ay ana, nə gözəldilər. Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəldir. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Atan aboyları Mister Dekor'dan göndərəcək. Əla. Oo, qonşu, nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özə soruş gör bazarlığı hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obada. Bəyənirsən eləmə obanı. Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan alamayı. Gün işçilərdə güləriz. Bazarlığı get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, getdim. Sağ ol. Bioderma 150-dən çox ölkədə satılan, hər dəri probleminə qarşı xüsusi seriyaları olan, dəri quruluğu üçün Atoderm seriyası, yağlı və akneli dərilər üçün Sebium seriyası, həssas və qızartılı dərilər üçün Sensibio, dəri probleminə özəl gündən qoruyucu Fotoderm seriyası ilə dünyada hər kəsin sevilməsinə çevrilən bir brend. Sağlam dəri təmizlikdən başlayır. Sponsorumuz Smart ayaqqabı boyalarıdır. Bilirsiniz ki, xarici görüşümüzdə diqqəti ən çox cəlb edən və haqqımızda rəy formalaşdıran amillərdən biri çəkmələrimiz və ayaqqabılarımızdır. Bunun üçün isə Smart ayaqqabı boya vasitələri mövcuddur. Xam malı Fransadan alınan və Türkiyədə istehsal olunan Smart boyaları yağ və bal mumu tərkiblidir. Smart ayaqqabı boyaları dərini çartlamağa qoymur. Onu bəsləyərək əvvəlki vəziyyətində saxlayır. Bundan əlavə suyu səthə ovturmur. Smart ayaqqabı boyaları bütün bu xüsusiyyətlərinə görə dünyada ilk dəfə olaraq Satra sertifikatı ilə tərtib olunub. Suit və nabuk dəridən hazırlanmış ayaqqabılar üçündür. Sprey xüsusi diqqət və baxım tələb edən bu tipli ayaqqabıları heç bir zərər vermədən bəsləyir, ilk günkü halını bərpa edir. Təşəkkürlər Smart ayaqqabı boyalarına. Ay Elmira! Ay gəlin! Ay ürəyim tutub yenə harada qaldın sən? Ölürəm! Hə, qaynata. Askerdalar! Ürəyim tutub mən burada ölürəm. Seriala baxıram, Əşrəfi vurublar güllə ilə. Ay dədəm. Onun qışqırığından səni eşidə bilməmişəm. Ay orada Əşrəf olur, burada mən ölürəm. Ürəyim ağır deyirəm. Görsən, ay qaynata billəmi, sənin də ürəyin tutub, amma bu da burada ölür də, nağayrım mən. Axı niyə hələ? Sağ ol vacibdir yoxsa qaynata? Qurban olum sənə, əlbəttə sən vacibsən. Amma buna da baxıram da gör nə vaxtı. Bir seriyasına baxmayanda sən nə qədər şey itirirəm. Sən məni itirəsən, sonra Vüqara cavab verim gəlsən. Sən görə Vüqar hardadır? Gəlsin denə dədənin ürəyi tutub ölür. Bir dəqiqə. Əşrəfin dostunu da vurdular. Görsən. Ay can, anan ölsün. Mən deyirəm, mən burada ölürəm, bu deyir Əşrəfin dostu vurdular. Bildi mi? Ay qadan alım. Bu da burada ölür də, bunu nə qayraq?
Cəhənnəm ölsün, sən gələ bu qara. Sən gələ denən ki, atan ölür, ürək tutu. Mən indi buradan çıxsam donacaq telefon. Sən öz telefonumu ver. Burada serial gedə-gedə mən yığım bu qara. Bunlar nətər adam. Ala, Cəhvur. Cəhvur denən, dədən ölür tez gəl. Ürəyim tutub denən. Bildim də yığıram. Ay, ürəyim tutub mənim. Buna bax, Rüyanı tutdular. Rüyanı da tutdular. Rüya kimdir? Rüya da Əşrəfin sevgilisi. Bax. Hə. O oğlan kimdir o? O nə idi? Kadirdir, Kadir. Onun uşaqlıq dostudur. Yetimçiliklə böyüyüblər uşaqlıqdan. İndi xainliğindən vurdu onu. Belə dost olar. Mən sən nə ilə? Sən qaynatam. İndi o vacibdir, mən vacibəm. Yığıram da. Hadi yığ dana bu büqar gəlsin. Ürəyim patladı deyirəm, ölürəm. Yığıram, bir dəqiqə, Ay bir dədə, dəqiqə. ay dədə, sənə qurban olum. Dədə, nə olub sənə? Ay gəl çıx dana, haradasan? Səsin götürüb bütün həyəti, dədə, başıma dön, nə olub sənə? Bir saatı buna deyirəm, büqara sən gələ. Mən ürəyim tutub ölürəm yenə. Azarva, mən dədəm ürəyi tutub, mən niyə xəbərləmirsən? Sən bilmirsən bu tələ çıxıb açıq ürək əməliyyatından? Deyirsən bu iki ölsün bu evin ortasında. Yığırdım da, elə mən yığırdım, sən qapıdan girdin içəri, mən nə qayırım? Seriala baxıram, serialın yaxşı yeridir. Nətər qəlbi daş insansan sən? Nətər qap, mənim dədəm burada ölür, mən sən dədəm ətələmişəm. Özün də bilsən tələ çıxıb əməliyyatdan. Serial vaxtıdır, hə? İndi o kim başda bir iş gəlsə, sən canım mənə necə qutarasan? Utanmırsan sən? Özə seriala serial, mənası seriallara baxır. Munna bax vurdular ha. Kadir vurdu da əli qurumuş. Bu səni qanuva bələn. Öldü görən. Yo, aparırlar xəstəxanaya da. İndi oraya görək, nə olacaq, nə qaracaqlar. Belə tut görüm. Ay oğul. Ay bala. Ay dədə, dayan da bir dəqiqə, dayan da. Reklamdan çıxaq gələcəm, darıxma. Xainlikdən elədi, inanırsan. Gördü ki, onu belə əsas tuturlar. Paxıllıqdan elədi. Dost var, bax görsən. Hadi gəl, danışma, görək, danışma. Ay, yox, ölə bilməz. O ölsə onda gəlir serial qutaraydı. Amma çox genəldir, hamınız tək, əşrəf, tək, kesiz hepiniz əşrəfdir. Deyə gələ, tək vurdular, qışqırtdılar səni. Ay oğul, ay oğul. Ay, buna bax, buna bax. Ay oğul, ay deyirəm. Ayca. Mən ürəyim tutub ürəyim ölür. Serial vaxtıdır. Hə, serial vaxtıdır. Mən də qoşursan özümə. Hayır, serial vaxtıdır. Mən də məndən gedirəm. Nə istəyirsən, denən, nə istəyirsən? Narahat olma. Mən. Bu dəqiqə yığıram. Təcili tibbi yardıma bu dəqiqə. Hara? Təcili tibbi yardıma. 5 dəqiqə burada. Yo, yığma. Niyə? Təcili tibbi yardıma yığma. Onlara yığarsan gəlib mən aparacaqlar sabunçuya. Mən sabunçuya getmək istəmirəm. Mən sabunçuya getmək istəmirəm. Bəs hara zəng vurum? Mənim o ürəyimi əməliyyat edən doktor var deyək. Ha, ona zəng vur. Ona zəng vurum? Azarva, düz deyirik. O kişini hansı xəstəxanaya apardılar? Şeydir, acı madəmdədir, nə dedi? Təxmin eşitdimi, Irmaq dedi ki, siz gedin, mən də gəlirəm dalınızca. Deyəsən acı madəm idi. Çıx da serialdan, əşrəfi demirəm. Bu kişinin ürəyini harda, hansı xəstəxanaya əməliyyat eləmişik? Sən aparmışdın da, sən bilirsən, məndən niyə soruşursan? Mən də elə başına gəzir. Bala şeydir də, nə bu? Yarımcan Medical Center. Ay, sağ ol, hə. Yarımcan Medical Center. Yarımcan. Dədə, narahat olma. Bu dəqiqə zəng vurum. Denən atam ölür, denən ürəyi tutubdu. Bu dəqiqə yığaram, bu dəqiqə. Əlin qurusun. Alo. Salam, siz Yarımcan Medical Center'a zəng vurmusunuz. Salam Mələkəm baş. Azərbaycan dili üçün 1, Rus dili üçün 2, İngilis dili üçün 3, İtalyan dili üçün 4. Yekunlaş, xırda. Bu 4 dənə dil bəsdir də, bu dilləri hara sadalırsan? Alman dili üçün 5, Əfqanistan dili üçün 6. Ay bacı, Əfqanistan dili nədir? Mən döyüşə gedirəm. Dədəm ölüm mənim. Cənubi Koreya dili üçün 7, İnguşetiya dili üçün 8. Ay xanım, sənə qurban, millətlər təşkilatına zəng vurmamışam mən. Xəstəxanaya zəng vururam, bir dənə cavab verin, dədəm ölür. Və nəhayət. Bütün dilləri satacaq, görsən, bütün dilləri satacaq. Biri seçdənə, bir də Azərbaycan dilidir. Onu seçdənə, bir də sən də... Hə, biri basmalıyam. Yox, zəhmət... Biri, bastım biri.
Yarımcan Center'i seçdiyiniz üçün sizə təşəkkür edirik. Sağ ol. Klinikamızın 9 professor, 12 dosent, 35 peşəkar həkim və ən əsası gülərüz tibb bacılarımızla xidmətizdəyik. Bacı, o gülərüz tibb bacıları heç onlara gülüş qismət olmasın. Yekunlaş, dədəm ölür, məni qoş həkimə, xahiş edirəm. Denə. Ümumilikdə klinikamızda 110 tibb işçisi fəaliyyət göstərir. 110 lazımdır, öyle birin qoş bizə, birin. 11 cəciyin qoş bizə. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinikamız ən ağır xəstələri belə anında müdaxilə edərək onu yenidən həyata qaytara bilir. Yarımcan Medical Center. Pulunuz varsa, onda siz yaşadınız. Bizi qoş kiməsə, bu kişi də yaşasın da, pulumuz var, qorma. Onu da nəzərinizə çatdıraq ki, xidmət səviyyəsinin ölçülməsi üçün danışıqlar qeydə alınmır. Havaydan özünüzü cırmayın. Ona bax, ona bax. Gör dünyadan verəcəkdir. Bir çıx serialdan bu kişinin ürəyi tutub da. Mən xəstəxanaya düşə bilmirəm. Bir ilkin tibbi yardım göstər, əlini ovuşdur, ayağını ovuşdur. Bu kişi gələ ürək deyən ha. Sağlığımı heç Əşrəfi də yerləşdirə bilməyiblər. Deyirlər yer yoxdur, heç cürə yerləşdirə bilmirik. Qoy görək nə qayrırlar, yer tapırlarmı? Sən al. Ged o kişini ovuşdur biraz. Dayanmışam burada deyən ovuşdur. Ay qaynata, qadan alım, sən dedin ovuşdur, mən səni ovuşturmadım. Niyə ovuşdur da, mən sənin təmən qabına düşə bilirəm. Eləyim də, eləyim. Əşrəfin nəsli qırılsın. Irma tabağı öldürür özünü. Ay qızım, şapatda mı? Ara şapat deyirsən. O xala da. Sən canı eləmə, heç də iş olmaz. Eləyirəm deyirsən eləmə, Eləmə, sən canı, deyirsən sən seriyadan çıxsan bəlkə mən dedəmə baxarsan. Alo, ay xanım. Daxili nömrəni bilirsinizsə yığın. Əks halda laboratoriya üçün 1, pediatr üçün 2, dermatoloq üçün 3, urologiya üçün 4, travmatologiya üçün 5, ginekologiya üçün 6, nevrocərrahiyyə 7, ümumi cərrahiyyə 8, kosmetologiya 9. Görürsən dədə, hamısını dedi ha. Bu şoğ qəribə kardioloq lazımdır. Kardioloq şöbən demir, fikir versən. Təcili tibbi yardım üçünsə 10 nömrəsini var. Bunu seç, bunu seç. Onu seç. Deyirəm, tam ürəyi tutub. Yığdım, təcili tibbi Götürən yardım. kimi deyiləm. Danışın. Dədə, bunların mahnısına bax. Təcil tibbi yardım maşından mahnısına bax. Gözlə gələcəyəm. Gələn yox deyil, gözlə gələcəm. Buyurun. Alo. Alo. Salam aleyküm. Salam. Salam. Buyurun təcili yardım. Samir eşidir sizi. Ay Samir doktor. Ay sənin başına dönüm. Biz dədəm ölür axı. Biz sən yığırıq düşə bilmirik. Elə də mahnı qoymuşam, elə bir mən mahnı zakaz eləmişəm. Nə qarım, dədəmi götürün düşüm ortağa oynayın. Cavab verin də telefona. Xəstəmiz çoxdur. Ona görə də gec cavab verə bilərik. Üzrü sayın. Buyurun müəllim, sizə necə kömək edə bilərik? Kömək deyəndə başıma dönüm. Bu kişi narahatdır, qurban sənə. Biraz tez elə, mən dədəmi itirirəm. Dədəm əldən gedir. Yox, hələ getmir. Hələ müdaxilə eləyir həkimlər, görək nə olur. Kimə müdaxilə eləyir? Əşrəfi müdaxilə eləyirlər. O Əşrəfi qarı yerə soxum. Girib el. Çıx da serialdan. Ay doktor, dədəm əldən gedir, elə şey eləyir. Dədəm itirdim. Aydındır. Müəllim, əgər sizin dədəniz ölürsə, sizi morqa bağlayıram. Yox, morqa bağlamayın, mən... Alo, morqa bağlama, morqa... Dədə, morqun mansına bax. Görürsən nə deyir, dədə?
Deyir yolun düşsə bu dünyaya bir dəcə. İşte bir dəcəsi olsa, İsveçrəyə gəl. Almaniyaya gəl, yaxşı başıma dönün. Boş şeydir, hara gəlmək olur. Ora gedən hara qaydı. Bir görüm şeylər. Salam, Morq şöbəsi Əzizəm. Buyurun, eşidirəm. Əzizə xanım, Əzizə. Əzizlər və qismət olsun Morq, yaxşı? Əzizlər və qismət olsun. Bax belə yığasan bir-bir, hamısı qutulara, bax bir-bir. Açasan bu qutunu dayındır, bunu açdın xalandır, bunu açdın bibindir. Mənim Morqa niyə calamışsınız? Mən Morq istəmişəm sizdən. Müəllim, ağzınızdan çıxsın, yaxanıza tökülsün. Bunlar cavab qaytarır adama. Deyin görək nə olub? Ay xanım, sən başıma dönüm. Bəs məni qoymadın, mən zəng vurdum. O təzə tibbi yanında o beyni çalxalanmışın biri ilə danışırdı. Ona dedim ki, mənim dədəm burada əməliyyat olub, sizin xəstəxanada. Bəli. Düzdür mü? Bəli. Alo. Bəli, buyurun. Gör nətə, meyitdən oturup durmaqdan soğuqqanlı olur, bu da. Hə, dedim sizdə əməliyyat olub, dedi ki, hə. Dedim, bəs başa dön, dədəm yaxşıdır, dədəm ölür. Ölür deyən kimi sizə caladı mənim dədəmi. Ben niye belə edirsiniz? Mən özümdən nevroz adamım, əsəb adamım. Əsəbimdən bu dəqiqə titirirəm, başa düşürsünüz siz. Aydındır müəllim, siz nervinli olmuşsunuz, əsəbləriniz körlanıb. Gözləyin sizi nevropatoloqa. Yox! Məni canım! Nə oldu? Bu mənim nevropatoloqa niyə çalıyım? Sən orada niyə gəməzəliysən? Gələn məni kardiyoloqa bağladan ha? Qoyarlar ki, dədə söz ağzımda qoyur, məni bağlı nevropatoloqa. Dədən vaya. Alo. Alo, nevropatoloqdan sular eşitsin. Nə deyir ha o? Nətə? Buyurun, nevropatoloqdan sular eşitir sizi. Doktor, adı başa düşmədim, bir də. Buyurun, müəllim, sular eşitir sizi. Şimdi. Görsən də adın demir ki, bir il 10 mən sonra taparam xəstəxanada onu xışlayaram. Adın demir. Eləmi? Ay doktor. Alo. Doktor, sənin başıma dönüm. Mənim dədəm ölür. Doktor, işsən çıx sonra danışarıq. Alo. Ay doktor. Laf elədir bəzi ya. Ay doktor. Sənin morqdakı yaxşı idi. Doktor, sənin başıma dön, mən dədəm ölü. Sən nə qalsın, doktor, da ağır alır. Bu oğulur bu. Alo. Qoy gör. Ay doktor. Bəli. Doktor, sən eşitirsiniz məni? Buyurun, buyurun. Bəs doktor, başıma dönüm, mən atam narahatdır, mənə təcili ürək həkimi lazımdır. Motosikletçi gəlib orada, iki şarmadı, bir dənə də mərcunu götürür. O mərzini iki elə, mən də gəlirəm. Doktor, yemək vaxtıdır, başıma dönüm, sənə deyirəm, dədəm ölür, sən mərzidən danışsan orada. Buyurun, Doktor, bəs mən bəyətdən yığıram. Məni gəh morqa calırlar, morqdan təzən sizə calırlar, başıma dönüm. Denən. Alo, doktor. Bəli. Eşitirsiniz məni? Buyurun, Yi sonra danışaq da ondan ağarım mən ta. Buyurun. Doktor, sənin başıma dönüm, məni bəyətdən morqdan sizə calırlar. Mən dərdimi deyəm. 12 manat sən ver ona, 14 manatdır qalan qonuşuyor. Buyurun.
O yediyin, içdiyin öd olsun, bax burada qalsın, keçməsin, eşə demirəm. Keçməsin, bax belə. Bax qala burada, nə çıxarda bilməyəsən, nə uda bilməyəsən, burada şişə qala, bax belə qala, bax bilyard taşı gibi. Eşə demirəm. Məni partlatdın sən, məni partlatdın. Zəhər olsun, öd olsun, öd olsun, öd. Ay yüklənmə. Doktor, mənə qulaq as, dərdim böyütdü mənim. Buyurun. Deyirəm ki, mənim dədəm narahatdır bu dəqiqə. Hə, dana. Məndəki lavaşdır, səndə çörək, məndə lavaş. Təhdi öyrə, evzə. Nə qayır o təndirə çörək yapır. Mən də qınam, Məhməd dədə. Abed vaxtı zəng eləmişik. Başa düşsən. Ola bilər, qoç. Doktor, sən yiyin, sonra danışaq. Buyurun. Buyurun. Doktor, sizə qurban, mənə bir dənə, baxın, siz mənim diqqətlə qulaq asın. Mənim dədəm xəstədir, mən həkim tapa bilmirəm. Bu dəqiqə, inanırsın, dişim damağımı siyirib, dişimlə damağımı dişlə eləmişəm əsəbimlə. Bax, elə vəziyyətdir. Aydın, mən bu dəqiqə sizi stomatoloqa çağırım. Yox, canama, məni heç kimə canama. Sən dəvəzəliysən, ona görə. Deyiləm, mənə kardiyolog lazımdır. Hadi qoyarlar dədə dinməyə. Ağzımı açılır, görsən, sözüm qutanmamış məhkiməsə çalır. İncidendi, dilin canı incidendi. İncidendi, dilin canı incidendi. Stomatolog şöbəsi Rəşid doktor eşidir, bəli. Ay doktor. Doktor, mənim stomatoloqa ehtiyacım yoxdur. Dədəm xəstədir, mən bu dəqiqə yanıram. Aydındır. Halım istəşdir. Bu dəqiqə sizin yanıq şöbəsi ilə birləşdirəcəm. Yandım, elə yandım, yandım, elə yandım, yandım, elə yandım, Ay Allah rızı. Ay yüreğim, oy. Alo. Alo. Salam aleyküm xanım. Salam aleyküm. Aya, ver onunla mən danışım. Mənə elə gəlir ki, onun səsi məni sağaldacaq. Mənlə danışma, səndə ürək var, deyən ürək. Ver danışımdan, ha. Bu yaxşı ürəkdir, yaxşı. Ver danışım. Deyən də bəxtin ürəyin ağırdır, bu. Ürəyim partlayacaq, ver danışım. Yoxa görə. Ver danışım, mənə imkan ver danışım burada. Alo. Alo. Vay. Ay doktor, elə danışmayın, bunun biraz ürəyi döyür, indi o da dayanacaq. Alo. Alo. O, bu görürsən, dəqiq bizi xəstəxanaya yönəldi. Gedər başqa yerə düşər, bu. Onun səsi müalicədir, onu mənə ver. Dədə, dayan da. Onu mənə ver. Ürəyim bot-bot deyər, sənlik deyil. Sənin ürəyin bunu götürmə. Salam aleyküm xanım. Salam aleyküm. Doktor, sizsiz? Bəli. Hansı şöbədir? Yanan sizsiz. Nə deyir o? Necə? Nə deyir? Yanan sizsiz müəllim. Yo, məncə sizsiz yanan. Ay doktor. Bəli. Doktor, sizə qurban, bir dənə mənə bax, bir də qulaq asın mənə. Buyurun. Mən Ulovluya düşmüşəm, mənim dədəmin vəziyyəti yaxşı deyir. Kimə zəyə vururam, məni başqa da macalayır. Mən yanmıram, mənim bu dəqiqə içim yanır, içim, ay doktor. Ay, sağ ol. Sizin işiniz yanır. Onda gözləyin, mən sizi gastroenterologla gəlirim. Calama, səni elə adama calayaram, düz gedərsən, calama. Doktor, mənə heç kimə calama, mənə qulaq as, sənin başı ödünüm.
Buyurun. Mənim içim yanmır. Mən sadəcə onu demək istəyirəm ki, cümləmi tamamlanıb qoymursunuz. Mən söz qalıb ürəyimdə deyənmirəm, danışanmıram. Onda gözləyin, xətə qalın. Mən sizi lakapetlə calayım, calaq. Ay doktor, öyrəşmişsə kimsə kimə calama, calama. Məni heç kimə calama, sənə qurban olum. Ay oğul, onu bana cala, mən düzələcəm. Oğul. Deyirəm, yox da, bunun özünə özü, həkimdir. Qoy danışım, sənin kardiologu tapsın. Ay doktor. Bəli. Sənə qurban olum. Can. Bizə bir dənə, mərifətli bir dənə kardiolog tapa bilərsiniz. Sizə kardiolog lazımdır. Güzel. Xətə qalın. Qaldım, xətə. Canıyım. Hadi lan. Hadi. Ata, kardiologdur. Hə? Kardiologdun manısan vaat edər. Gör, nə gözən bağlıdır. Narahat olma, çatmışsın. Mən Bu dəqiqə həkimi tapacam, calayacam sənə. Deyək, kim çalamadı? Sizin sıradaki növbəniz doktor. Eybi yox, dədə. Kardiologun növbəsində 9-un adam bax. 8-ə baxsın, qutarır da, narahat olma. Yaş. Bu dəqiqə, qoy biraz gözləyək, biraz gözləyək. Yaş. Ay Allah. Oy. Oy. Sizin sıradaki növbəniz 15. Ne oldu, bu arttı ki? Arttı? Ha. Yəqin o həkimin tanışlarıdır da növbəsi dürtür. Ay Allah, ölürəm, ay Allah, ay Allah. Sizin sıradaki növbəniz 31. Ha bu getdi dağıtır. Səni zəhərə dönür, zəhərə. Arvad. Ha bu çıxdı lan serialdan. Mən bəyədən dədəmi çağıranmamışam heç kimi. Oy, qutardı. Əşrəf sağ qaldı. Müdaxilə elədilər vaxtında. Qaldı indi gələn seriyaya görə nə olacaq? Yerləşdirdilər, geçən də yeri var, palatası zadı. Əşrəf sağ qaldı. Hə. Bu sənin gözün aydın olsun, Arvad. Sağ ol. Bu sənin gözün aydın olsun. Bu sənin şad xəbəri olasan. Sağ ol, qaynat. İnan sevindirdin məni. Doğrudan. Hə. Bu kişi ilə məşğul ola, sənə qalan Əşrəf olmayacaq. Bu kişi olacaq. O doğurma pişirəndə görərsən ki, bu yumru düyüm yoxdur. Onda Əşrəf getməyəcək. Buna deyərsən ki, düş həyətdəki o marketdən düyü al gəl. Getməyəcəm. Getmə. Getməyəcəm. Getsən kişi dörsən. Getməyəcəm. Deyirəm, getsən kişi dörsən. Getməyəcəm. Dedim də sənə. Qoy canı çıxsın, o Əşrəfi çağırsın, o gedib yumru düyü atsın, gətsin ona. Əşrəfə deyə ya da o birisi nədir onadır? Kadir. Kadirə deyəsən gedən yumru düyü alan gətirər. Kadir bilən olur. Nəsə, mənim bütün hersim oynatdı. Siz bayaqdan təkim çağıra bilməmişsiniz. Bir saatdır ürəyim patlayır, mən ölürəm. Narahat olma, dədə. Eşsən, özəl xəstəxana götürmür. Qurban olum, dövlət xəstəxanasını. Bu dəqiqə təzə tibbi yardıma zəng vuracam. 5 dəqiqədə bura gəlirlər, necə lazımda qulluq edirlər. Eşq olsun onlara, eşq edəmirəm. Bu dəqiqə. Yox, mənə bax, sən niyə xəstəxanaya zəng vurursan? Bəlkə o zəng vurum. Bu kişinin öz həkimin nömrəsi var da, mən də zəng elə həkimin özünə. Mənim ürəyimi əməliyyat edən həkim. Səni qanuva bələn eşq edəmirəm. Sən... Mən bayaqdan burada operatla güləşirəm. Səndə həkimin şəxsi nömrəsi var. Soruşmadınız ki, məndə var ya yoxdur. Mən seriala baxırdım, deyərdim nömrəni verərdim də. Deyək sənə. Nömrəni deyək. Lazımdır. Mənə bax, çıxın özüm həldir. Mən telefonum. Mən telefonum. Siz çıxın lazımdır. Bir dənə bunu, cala o şey var deyə, yanıq söhbəti. Qasım, hələ çox gəzəcək. Ay Qəmər. Hə. Abşeron ticarət mərkəzində mağazalar gör nə qədədir. Hamısı da yanbayan
Hamısında da kampaniya var, onlardan yararlanmaq lazımdır da. Hə, gedək yararlan. Əsas odur ki, mən bu turbalardan götürdüm. Götür. Götürdüm kəndə. Sözsüz gedin, mən pulum verim, gəlirəm, gedin. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Ola girmir beynimə də, buradan öyrənilən buradan yadımdan çıxır. Ay iradə. Uşaqlar, görün sizə nə gətirmişəm. Nə gətirmişsən? Nə gətirmişsən? Biz onun yeni soyuq kofeləri, uşaqlar bir dənə dadlıdır. Bax, özdə latte, cappuccino kim alsından istəyir? Mənə latte. Mənə cappuccino. Latte. Birim ver Şirini mənə. azdı, cappuccino sən xoşlayırsan şirini, Güzər xanım istəyirsən alsın. Təşəkkür, Baxın, bax, yuxusuzluğu, yorğunluğu, susuzluğu aradan qaldırır. İçin, zövq alın. İçməyin. Gəlin belə vuraq, çəkim. Hə? Gəl. Bumerang elə də. Mən Offsite mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım evlə xoş gəlmisiniz. Çox sağ olun. Deməli, qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun birinci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, ofis üçün mebellər. Ha, belə kresloda oturub, işləməyəsən nə eləyərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Verilişimizin xüsusi sponsoru Natura meyvə şirələridir. Natura şirə və nektarları müasir avadanlıqlarla təchiz edilmiş Qəbələ konserv zavodunun insan əli dəymədən tam gigiyenik və avtomatlaşdırılmış şəraitdə istehsal olunur. Müxtəlif çeşidləri ilə hər zövqə uyğun dadlarla təbii ləzzət bəxş edən Natura meyvə şirələri süfrənizə ləzzət və rəng qatacaq. Natura, təbiətdən gələn dad. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da, sənin qardaşın arvadın söhbəti mənim deyimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir, deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedim? Bax, divar kağızlarımız da gəldi. Atan evin bütün divar kağızlarını dəyişəcək. Özdə hamısı divar kağızları Mister Dekordan. Ay ana, nə gözəldilər.
Mister Dekor divar kağızları Ağdamın Sənaye Parkında istehsal olunur. Bax, gör necə gözəl çeşidləri var. Çox gözəl. Qonaq otağı üçün, yataq otağı üçün, mətbəx üçün, dəhliz üçün, uşaq otağı üçün, hər cürə. Bəlkə biz də evimizin aboylarını dəyişək. Get başla təmirə. Aton aboyları Mister Dekordan göndərəcək. Əla. Oo, qonşu, nədir yenə evə əli dolu gedirsən? Evə bazarlıq eləyirəm. Özdə soruş gör bazarlığı hardan eləyirəm. Hardan eləyirsən? Qonşudakı obadan. Bəyənirsən eləmə obanı. Bəyənirsən nədir? Meyvə tələbəzə kimi oradan anlamayı. Gün işçilərdə güləriz. Deyirsən, yəni gedim evə bazarlığı mən də obadan eləyim? Gecikmisən. Ay kişi, bazarlığı get obadan elə, xeyir də qonşuya qalsın. Getdim ey qonşu, getdim. Sağ ol. Doktor, sən boşva dönüm. Mənim dərim ağarır. Bütün gün belə quruyur, qaşınır. Gecələr qalıram da bütün gün belə qaşıyıram o. Nə varım mən bu? Aydındır, əyləşin zəhmət olmasa. Su içmək lazımdır. Su içmək. Dərinizi təmizləyin. Yaxşı qulluq təmizlikdən başlayır. Baxın, bu Atoderm gel üz və bədən üçündür. Hər çiməndə bununla yuyunun. Bax, bu isə quru dərilər üçün Bioderma seriyasından dünyada çox satılan Atoderm Krem Ultra. Səhər axşam dərini çox gözəl nəmləndirir. Evdə dərisi quru olan hər kəs, uşağın, yoldaşın, indi kim varsa, hamı istifadə edə bilər. Dərinin baryerini gücləndirmək lazımdır. Bioderma məhsulları tərkibi ilə fərqlənir. Məsələn, Atoderm Krem Ultra'nın tərkibində niasinamid, şi yağı, omega 3, 6, 9 var. Skin terapi patenti ilə dəri baryerini qoruyur və gücləndirir. Dermatoloqların və körpə uşaqlar üçün pediatrların bir nömrəli tövsiyəsidir. Unutmayın, dərinin ehtiyacı nəmdir, çarəsi də Atodermdir. Yenə özünə təzə ayaqqabı almısan? Yox, təzə ayaqqabı almamışam, köhnə ayaqqabılarımdır. Bəs niyə belə parıldayır? Ha, parıldamağın deyirsən? Smart boyalarını təzə almışam. Bu smart boyaları həm ayaqqabını parıldadır, həm təzə kimi göstərir, həm ömrünü uzadır, uzun ömürlü eləyir. Bir də spreyləri var ki, vurursan ayaqqabının içinə, qətiyyən ayaqqabıdan qoxu gəlmir. Əladır ki, onda çəkil, oturum. Bir dənə mənim ayaqqabımı da öz ayaqqabın kimi parıldat. Sənin ayaqqabılarını? Hə. O parıldadım, parıldadmaqla. Amma daha qohum məqrəbanın yanında deməyə, ayaqqabılarımı mən silmişəm. Yaxşı? Yaxşı. Çox dəyərli tamaşaçılar, bir Komedi Xanamda sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Sabah görüşənədək. Bayramdan əvvəl bayram bazarlığı mütləqdir. Səhər maraqlanacam bu söhbətlə. Alanda maraqlanırdın. Amma bu bazarlıqdan bol gülüşlə qayıdacaqsınız. Sən niyə bu ləhcə ilə danışırsan? Mənim anam Hindistanlıdır, atam Səlyanlı. Hər yeni ilin ənənəsinə çevrilən Komedi Xananın böyük səhnə konsertlərinə yenisi əlavə olunur. Bayram bazarlığı. Çox əsrarəngizdir. Ardarası kəsilməyən gülüş səhnəsi 3 gün ard-arda davam eləyəcək. Nə dedim? 19, 20, 21 dekabrda görəcəyik də. Heydər Əliyev sarayında biletləri iTicket Az və şəhərin bütün kassalarından əldə eləyə bilərsiniz. Məsələ həll olundu. Dadlı dostu, bol ulduzlu bayram bazarlığına təlləsin. Necədir, bəyəndiniz?